Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayım. Həftəlik ictimai siyasi hadisələri təhlildən öncə kanalımıza abunə olub bəyənib paylaşmağınızı xahiş edirəm. Üç cür insan var. Düşünüb sonra danışan insan, danışıb sonra düşünən insan və heç düşünmədən danışan insan. Baxın, ən təhlükəli tip elə axırıncı tipdir. Təəssüf ki, bugünkü Azərbaycan cəmiyyətində cahillər və axırıncı tiplər az deyil. Düşünmədən danışanlar. Təsəvvür edin, Naxçıvana İran dron atıb, Türkiyəyə də raket atıb. İran prezidenti də bunu təsdiq edir, İran yuxarı dairələri də bunu təsdiq edir, İran mətbuatı da bunu qeyd edir, televiziyaları da işıqlandırır. Hətta dron atanlar özləri belə öz atdıqlarını etiraf edirlər. Amma bizdəki İran sevdalıları deyirlər ki, dronu İran atmayıb. İranla Azərbaycanı, Türkiyəni düşmən etmək üçün İsrail atıb, Amerika atıb. Onu da qeyd edim ki, İran pərəstlərin İslam dininə məncə heç aidiyyatları belə yoxdur. Bu adamlara görə İranı sevmirsənsə, demək müsəlman deyilsən. İranı sevmirsənsə, şiə deyilsən. Ay adamlar, bir dəfəlik anlayın. Mən şiəyəm. Amma Səidə Bəkir qızı demişkən, Azərbaycanımı Türkmənçay və Gülüstan müqavilələri ilə ikiyə parçalayan, qardaşı qardaşdan ayrı salan İran və Rusiya dövlətlərini sevmirəm. Mən də İmam Hüseyin aşiqiyəm. Amma Ermənistana yardım edən, Zəngəzur dəhlizinə mane olub, Naxçıvanla quru sərhədlərin açılmasını istəməyən İran hakimiyyətini sevmirəm. Bunun nə dəxli var ay adamlar? Dövlət dinlə idarə olunmur, dövlət qanunlarla idarə olunur. İranı həqiqətən sevirsinizsə, İranın bu ağır vəziyyətində gedin, İran vətəndaşlığını qəbul edin, İran tərəfdən döyüşün, ağanızın ideyalarını orada həyata keçirin. Əgər getmirsinizsə, deməli Azərbaycanda oturub İran sevdalılığı etməklə məqsədiniz var və maddi marağınız var. İslam dini İranda yaranmayıb ki, mən mütləq İranı sevməliyəm, yoxsa İslama düşmən olaram. İmam Hüseyin İbn Əli İranda doğulmayıb ki, mən şiə kimi mütləq İranı sevməliyəm. Zorla, qılınc gücü ilə, dava-dalaşla İran sevdalısı olmaq olmaz axı. Güllələməklə, öldürməklə həqiqəti yox etmək olmaz axı. Bu ölkənin vətəndaşları, türklər, ruslar, talışlar, ləzgilər və s. hamısı üçün bircə vətən var, Azərbaycan. Dilimiz, milli mənsubiyyətimiz ayrı olsa da, vətəndaş olaraq hamımız Azərbaycanlıyıq. Azərbaycan hamımızındır. Bir də ki, şir öz meşəsində şir olar. Başqa meşədə yox. Necə deyərlər, nadan xoşbəxtliyi uzaqlarda, müdrik isə onu öz yaxınında axtarır. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. 11-ci siniflərin buraxılış imtahanlarındakı sualların çətinliyi böyük narazılığa səbəb olub. Yadıma olmuş bir əhvalat düşdü. Mən hərbi xidmətdə olanda bölüyümüzə təzə əsgər gəlmişdi. Adı Əhməd idi. Bu Əhməd istedadını nümayiş etdirmək, musiqi bölüyünə düşmək, xidməti asan keçirmək məqsədi ilə dəqiqə başı gələn gedənə yaxşı səsə malik olduğunu qeyd edirdi. Bölüyə ayaq atdığı ilk gündən özünü göstərmək üçün başladı Şərəbanı mahnısı oxumağa. Ay Şərəbanı ölürəm dayı, başımız beynimiz yetmişdi. Həmin gündən yazığın adı qaldı Şərəbanı. Əsl adı yaddan çıxdı. Bütün əskərlər ona Şərəbanı deyirdi. Komandirlər də hətta onu posta göndərəndə Şərəbanı hazırlaş, posta gedirsən deyirdilər. Atası oğlunu ilk görməyə gələndə buraxılış məntəqəsində əskərlər ucadan çağırmışdılar. Filan bölükdən Şərəbanını çağırın, atası gəlib. Atası yazıq elə ilk başda elə məyus olmuşdu ki, elə bilmişdi ki, uşağı nəsə bir biabırçı iş görüb, adı qalıb Şərəbanı. Qısacası, Əhməd istəmişdi bir addım qabağa düşsün, əksinə Şərəbanı olub 2 addım geri düşmüşdü.
Bizim Dövlət İmtahan Mərkəzinin keçirtdiyi imtahan Əhmədin şərəbanı mahnısı kimi bir şeydir. Təhsili inkişaf etdirmək üçün istəyiblər bir addım qabağa atılsınlar, amma 2 addım dala düşüblər. İddialar var ki, buraxılış imtahanları blok imtahanları səviyyəsində olub. İddialar var ki, bizim tədris proqramına yox, xarici dövlətlərin tədris proqramlarına uyğun suallar tərtib olunur. Azərbaycan dilinin imtahanı çox düşündürücü, vaxt aparan olub. Belə şikayətlər var. 3 saatlıq imtahanın yarısını ancaq Azərbaycan dilinə sərf ediblər şagirdlər. Əksəriyyətinin vaxtı gedib. Riyaziyyatdan buraxılış imtahan suallarından biri Türkiyənin İOS imtahanının sualı ilə eyni olub. Şagirdlər də narazıdır, qısacası valideynlər də narazıdır, müəllimlər də narazılıq edir, təhsil ekspertlər də narazılıq edir. Bircə Dövlət İmtahan Mərkəzindən başqa Mələkə xanım Abbaszadədən cavab yoxdur. Mənim oğlum da imtahan verirdi. Mən də suallara baxdım. Mələkə xanım o sualları kim tərtib etmişdi? Baxın, görürsünüz ki, ana dilimizdəki suallar vaxt aparır, görürsünüz də. Vaxtın yarısını aparacaq. Heç olmasa imtahan saatını artırardınız da. Bir də ki, bir maraqlanın, görün. 11 il zülmlə məktəbi gedən uşağın gələcəyə ümidini, arzularını kim məhv edib? Onların qol qanadını niyə qırırsınız ki? Valideynlər boğazlarından kəsib yeməyiblər, içməyiblər, uşaqlarına pul töküb hazırlıqlara qoyublar. Yazıq deyirlərmi? Təhsil ekspertlərinin fikrincə, bu ilki suallar Azərbaycan elm və tədris proqramına əsaslanmır. Türkiyə, Gürcüstan və İngiltərənin Cəbəllü Tariq tədris proqramlarına əsaslanıb. Mən onda 11 il uşağımı Azərbaycanda niyə oxuduram ki? 11 il bu uşaqları niyə avar edirik ki? Aparıb elə Türkiyədə, Gürcüstanda, Cəbəlli tarixdə oxutdurardıq da. Sənin təhsil sisteminlə Türkiyənin, Cəbəlli tarixin təhsil sistemi eynidirmi? Sənin Emin Əmrullayevinlə Türkiyənin Emin Əmrullayevi eynidirmi? Sənin Mələkə Abbaszadənlə Cəbəlli tarixin Mələkə Abbaszadəsi eynidirmi? Hətta sosial şəbəkələrdə də yazmışdılar Emin müəllim. Çoxu yazmışdı ki, Emin Əmrullayevlə Mələkə xanımı özləri imtahanda şagird kimi iştirak etsəydilər, 150-dən artıq bal yığa bilməzdilər. Mələkə xanım, ya özünüz, ya da nümayəndəniz çıxın deyin ki, tutalım Azərbaycan dilindən çətin dediyiniz filan sualın cavabı Azərbaycan dili dərsliyinin filan səhifəsində, filan mövzuda var. Qoyun ekspertlər də sakitləşsin, valideynlər də, müəllimlər də. Nədə axı çəkilib oturmusunuz kənarda? Dillənin də, bir cavab verin də. Əslində Azərbaycanda təhsil sistemi daha güclü olmalıydı. Bilirsinizmi niyə? Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi var. Bir-birlərinə tabi olan qurumlar deyil. Milli Məclisin Elm və Təhsil Komitəsi var. Məktəbə qədər ümumi təhsil üzrə dövlət agentliyi var. Hələ nə qədər var bilmirəm, mən bildiklərim budur. Bəs onda təhsil niyə belə bərbad günə düşüb? Səbəbi nədir? Nə işə baxır onda bu qurumlar? Bir-birlərinə didişməkdən, səhv tutmaqdan başqa əllərindən bir iş gəlmir. İmtahanlarımızı Cəbəlli Tarix proqramı ilə keçirəcəksə, neyinirik onda bu qurumları? Yığın hamısını bir pəncərədən, bir qurumdan birləşdirin də, dövlət büdcəsindən bunlara havayı niyə pul veririk ki? Odur, elə bu adamların maaşını Türkiyənin, Gürcüstan, Cəbəlli Tarixin təhsil işçilərini gətirin bizə. Elə onlar məşğul olsun da uşaqlarla. Məhz bu qurumların sayəsində Azərbaycanda pulsuz təhsil anlayışı demək olar ki, yoxa çıxıb fikri aşılanır. Azərbaycanda pulsuz təhsil yalnız ibtidai siniflərdə var. Hərfləri öyrənmək, yazı yazmaq, oxumaq, vurma cədvəlini bilmək və bitdi. Ondan sonra hamı repetitor yanına tələsir. 4 sinifdən sonra bütün məktəblilər repetitor yanına gedir. Buraxılış siniflərində məktəb artıq şagirdlərə maneçilik törədir.
repetitor saatları ilə orta məktəb dərs saatları üst-üstə düşdüyü üçün çoxları dərsdə iştirak etmir. Yaxşı, əgər təhsil varsa, uşaqlar niyə repetitor yanına gedirlər ki? Valideynlərin başları xarab olub ki, repetitorlara pul tökürlər. Gəlin açıq danışaq da. Repetitor yanına getməyib, orta təhsil bazası ilə kifayətlənən hansı uşaq o imtahanlarda o çətin sualların qabağında 100-dən artıq bal yığa bilərdi? Repetitorların hesabına nə bal yığıblar da? Necə təhsil verirsiniz ki, bu gün ali məktəblərin 80-90 faizləri ödənişli təhsil verir? Sabah tutalım hüquq fakültəsində ili 8.000 manata təhsil alıb bitirən hüquqşünas 5 ilə 40.000 manat pul ödəyir. Ali məktəbi bitirəndən sonra o verdiyi 40.000 manatı necə qaytaracağını düşünürsünüz? Maaşla mı? Xeyr, rüşvət alacaq, korrupsiyaya bulaşacaq. Bulaşacaq ki, verdiyi 40.000 pulu çıxarda bilsin. Yığışdırın bu ödənişli təhsili, valla, yığışdırın. Bilərəkdən balları artırıb, imtahan suallarını çətinləşdirib, 11 il zülüm çəkən uşaqları aparıb ödənişli ixtisaslarda qabıqlarını, dərilərini soymayın axı, olmaz axı. SSR dövründə ali məktəblərdə pullu təhsil var idi. Elə pullu təhsilə görə bu korrupsiya halları baş verir də. Təhsildə güzəşt olmamalıdır. Ay bu veteran uşağıdır, ay bu köçkün uşağıdır, ay əlil uşağıdır. Həmin pullu təhsildən azad olan o gözəştli valideynlərin uşaqları biletlərində seçdiyi ixtisasları pullu yazır. Tutalım 400 manat, 400 bal sistemlə girir institutə, bilir ki pul verməyəcək. Amma başqası 550 balla da girir, oxuya bilmir. Və o 400 ballıq güzəştli valideyn uşağı o 550 ballının haqqına girəcək. Hırra zırrı qalmayan sabah gəlib vəzifədə oturub ona hökm edəcək. Nümunə götürmək istəyirsinizsə Cəbəlli Tarığa niyə gedib çıxırsınız ki? Yaxın Sovet təhsilindən nümunə götürün də. İmtahan nədir ki? Nə deməkdir ümumiyyətlə imtahan? İmtahan yoxlamaq deməkdir. Etibar etmədiyin, inanmadığın birini imtahana çəkmək, yoxlamaq deməkdir. Aparıb 4 il ali məktəbdə oxutdurub diplom verirsiniz müəllim peşəsinə. Sonra gətirib imtahan keçirirsiniz müəllimə. İmtahanla işə qəbul edirsiniz, imtahanla məktəbdə saxlayırsınız. Belə çıxır ki, özünüz verdiyiniz ali məktəb diplomuna etibar etmirsiniz. Özünüz yetişdirdiyiniz, diplom verdiyiniz müəllimə inamınız yoxdur. Bu o deməkdir ki, Azərbaycan Təhsil Nazirliyinin özlərinin Azərbaycan təhsilinə etibarı yoxdur, inamı yoxdur. Belə çıxır da. Nümunə götürürsünüzsə köhnə Sovet təhsilindən götürün. Sovet dövrünün ali təhsilli aqronomu indiki təhsilin 700 ballıq uşağından yaxşı danışıq qabiliyyətinə malik olub. Sovetin kolxoz sədrinin savadı, düşüncəsi, nitq qabiliyyəti, iş bacarığı indiki nazirlərin bir çoxundan güclü olub. Təhsil millətin gələcəyidir. Təhsil cəmiyyətin güzgüsüdür. Dövlətin inkişafı təhsilin keyfiyyətindən asılıdır. Sabahımız, Azərbaycanın varlığı təhsildən asılıdır. Təhsillə zarafat etmək olmaz. Təhsili oyun oyuncağa çevirmək olmaz. Özünüzə gəlin cənablar, özünüzə gəlin. Növbəti mövzumuzu elə dilə aid etmək istəyirəm. Niyə mövzumuzun mənbəyi Azərbaycan dilinin çətinliyidir? Niyə Azərbaycan məktəblisi ingilis dilini yarım saata yaza bilir, amma ana dilimizə 1 saat yarım vaxt sərf edir? Çünki Azərbaycan türkçəsinin anasını ağladıblar. Dəfələrlə demişəm, Azərbaycan türkçəsi kəlməsindəki o türk söz kökü çoxlarına vahimə yaradıb. Necə ki, millətimizi Azərbaycan türkü adlandırmaqdan qorxuruq, danırıq, dilimiz də həmçinin. Açıq deyəcəm, biz özümüz olmaqdan qorxuruq. Dilimizi dəfələrlə demişəm, toylardakı paytaxt salatına, staliçni salata döndərmişik. Fars, Ərəb, İran, Rus, Türk, beynəlxalq hansı termin desən soxuşdurublar dilimizə.
Güya Azərbaycan türkcəsini Azərbaycan dili etmək istəyiblər. Özümüzdən özümüzə dil yaratmışıq. Gah apostrofu ləğv edirik, gah şeir yox, şeir deyə dəyişib deyirik. ABŞ-a ABŞ deyirik. Kipriç sözünü kirpiç etdik. Özümüzdən qrammatikalar uydurduq. Bərbad kökə saldıq dilimizi. Ukraynalı gedib Türkiyədə bircaya türk dilini öyrənir. Biz gedib Moskvada bircaya rus dilini öyrənirik. Amma Bakıda yaşayan rus 80 ildir burada yaşayır. Bu dilimizi öyrənə bilmir. Nəinki rus, heç öz millətimiz də heç danışa bilmir əməlli. Rahat olsun deyə rusca danışır. Niyə? Çətinləşdirmişik dilimizi sadələşdirmək əvəzinə. Rahat danışıq əvəzinə dilimizi çətinləşdirmişik. Prosto, uje, temboli rus sözləri mənaca Azərbaycancakı o sözlərdən daha rahat dilə yatırır. Ham işlədir. Çünki alimlərimiz dilimizə özlərindən uydurma beynəlxalq terminlər qataraq əsl Azərbaycan türkcəsini arxaik ediblər. Yəni dilimizin işləşliyini itiriblər. Amma Türkiyə, Rusiya öz qədim dilini yaşadı, qorudu, saxladı. Hər alim durub özünü göstərmək üçün bir elmi iş yazır. Orada qəribə sözlər əlavə edir, güya yenilik gətirirlər dilimizə. Təsəvvür edin. Türkiyədəki bir alim və ya siyasətçi danışanda mənim 70 yaşlı atam onun nə dediyini başa düşür. Amma öz alimimiz danışanda atam nədir? Heç mən özüm başa düşə bilmirəm o nə deyir. Siyasətçim deyir ki, konstruktiv mövqe. Dağ kəndindəki adam nə bilsin konstruktiv mövqe nədir? Səmərəli mövqedir də, eyni şeydir də. Utanırsınız. Lakonik kəlməsi işlədir deputatımız. Qısa və sadədir də, demək olmaz ki, gərək lakonik deyəsən. Güya kişinin balaları savadlıdırlar. Bunların bildiyini digərləri bilməməlidir. Rəhbərlikdən bunlara dırnaq arası bir malades yapışdıracaqlar alınlarına. Mücərrədə niyə qəliz və ya çətin demirsiniz ki? Analitik deyir ki, kompromisə gəlmək lazımdır. Deyinə razılığa gəlmək lazımdır da, hamı başa düşsün. Alim çıxıb televizorda deyir ki, konstruktiv tənqid belə, destruktiv tənqid belə. Ki, konstruktiv tənqidə səmərəli tənqiddir, destruktiv tənqidə dağıdıcı tənqid. Qoy, hamı başa düşsün. O gün 8 kilometr bazarındayım. Bir qalstuklu alim güya yumurta alır. Satıcıya deyir ki, yumurtanı qutuya qoymaq ehtimalı mövcud ola bilərmi? Satıcı gülüb deyir ki, açıqdır, denə yumurtaları qutuya qoyda. Mənə burada ehtimal nəzəriyyə dərsi niyə keçirsən ki? Sadə dildə, el dilində, hamının başa düşəcəyi dildə danışmaq demək günahdırmı? Çuşqalıqdırmı? Biriniz çıxın məni başa salın da. Aşıq Ələsgərin, Səməd Vurğunun, Məmməd Arazın şeirləri niyə yadda qalan olur? Çünki sadə el dilində yazılıb. Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin əsərləri xalqın dilində yazılıb, sadə dildə yazılıb, rahat anlaşılır. İndikilər hərə bir alim olub bir kitab yazır, heç nə başa düşmək olmur. Bir cümlə oxuyursan, 2 saat oturub sözün mənasını fikirləşirsən, o vaxta qədər də əsərin məzmunu zadı yaddan çıxır. Niyə? Çünki millətimizin ən mənfi xüsusiyyətlərindən biri də yaşatmaq əvəzinə dəyişdirmək. Evdə də beləyik, dəyişirik. Hamı özündən əvvəlkindən səhv axtarır. Hamı özünü düz bilir və nəticədə səhv axtara oluruq heç. O gün biri də güya ağıllı olub, TikTokda aparıcılardan səhv tutur. Özüvü yox, özünü. Gələcəyi yox, gələcəyik. Durun gedin işinizlə, gücünüzlə məşğul olun. Kim fikrini rahat necə çatdıra bilirsə odur da. O boyda 35 milyonluq Cənubi Azərbaycanda o ləhcə danışıq Təbriz ləhcəsi. Azərbaycan dili deyil, sənin cıya cı deməyin, kölgəyə kölgə deməyin Azərbaycan dilidir. O boyda Türkiyənin Trabzon televiziyasında şirin Laz ləhcəsi ilə türkcə milyonlarla baxış toplayır. Adamlar sevə-sevə baxırlar. Heç kəs onlara çuşqa demir. Gəlib burada sizin gic-gic, üzr istəyirəm, tələffüz danışıq qaydalarınız dünya səviyyəlidir. Bu xalqdan olun. Bu millətin içində olun.
Sadə olun. Dilimizi yaşatmaq, onu inkişaf etdirmək üçün ilk növbədə dilimizi qorumaq lazımdır. Bəzəmək, kosmetikalaşdırmaq, şpakilovkalaşdırmaq olmaz. Dil bu şəkildə düzəlməz. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən həftə anasını 15 bıçaq zərbəsi ilə qətlə yetirən 16 yaşlı oğlanın məhkəməsi yekunlaşdı. Qətlə səbəb ananın TikTok platformasında başqa kişi ilə səmimi yazışması oldu. Maraqlısı da budur ki, 16 yaşlı oğlan anasını necə öldürəcəyi barədə ChatGPT proqramı ilə məsləhətləşib. Təbii ki, ortada qətl hadisəsi varsa, bu cinayətdir. Qətli törədən istər namus libasına bürünsün, istər bürünməsin, cinayətkardır. Amma bu qətlə səbəb olan ananın özü də bu cinayətin yaradıcısıdır axı. Xəyanətin cinsi olmur. Evli olub başqası ilə intim həyat yaşamaq istəyən istər kişi olsun, istər qadın olsun, xəyanətkardır. Üzümü, gözü orada burada üzr istəyirəm olan qadınlara və kişilərə tutmaq istəyirəm. Bir əldə iki qarpız tutmaq olmaz. Gedin ailənizdən boşanın, sonra nə zibil qaynadırsınız, qaynadın. Evli qadınla münasibətdə olan kişini şərəf yoxsulu hesab edirəm, evli qadınla olan. Evli ola başqa kişi ilə intim həyata maraqlı olan qadını da alçaq və ləyaqətsiz qadın hesab edirəm. Boşanmaq sizin hüququnuzdur. Gözünüz üzr istəyirəm, onun bunun ora-burasındadırsa, yatağındadırsa, ailəlik münasibətlərinizə son verin, sonra gedin. Kimlə istəyirsiniz izdavaca girin, sizə heç kəs heç nə deyə bilməz. Hüququnuzdur. Nə evli ola bir kişinin papağını yerə soxmaq, nə o qadına, nə də o kişiyə binamusluqdan üzr istəyirəm, başqa bir ad gətirmir. Sizin bu çirkin əməllərinizin əziyyətini də övladlar çəkir. Baxın, bir qadının seksual azgözlüyünün nəticəsi gələcəyin bir ana qatilini yetişdirdi. Mən oğlana haqq qazandırmıram, amma üzr istəyirəm, anası fahişəliklə məşğul olan bir övladım bu cəmiyyətdə yerini düşünmüsünüzmü? Atasına xəyanət edib başqası ilə gəzən bir ananın övladına qarşı taytuşlarının, ətrafın münasibəti sizi maraqlandırıbmı? Mən bu qətl hadisəsi ilə başladığım üçün deyirəm, elə kişilərə də aiddir, hamıya şamil edirəm. Təkcə oğlan övladları deyil. Gəzəyən ananın qızına bu cəmiyyətin baxışı necə olur? Sizlərdən soruşuram. Deyinmi necə olur? Anasına bax, qızına. Ana gəzən budağı, qızı şiv-şiv gəzər. Misalları kimi. Etməyin. Sizin bu azgözlüyünüzün, gəzəyənləyinizin, üzr istəyirəm, acısını övladlar çəkir. Qatillər çoxalır Azərbaycanda, ana qatilləri. Əhməd ailəsinin bütün üzvlərini qətl etdi. Neftçilər metrosunda gözümün qabağında məktəbli oğlan anasını bıçaqladı, öldürdü. İndi qeyd etdiyim hadisə. Səbəb nədir? Ailə faciəsini yaradan ən çox elə valideynlər olmurmu? Əslində ailəmizdəki qatilləri də biz özümüz yetişdiririk. Mən həmişə demişəm. Biz valideynlər elə düşünürük ki, övladımıza paltar aldıq, yemək aldıq, istədiyini etdik və bununla vəzifəmiz bitdi, funksiyamız bitdi. Valideynlik funksiyası yerinə yetirdi. Qalan hər şeyi, tərbiyəni də, tədrisi də atırıq orta məktəbin üstünə. Biz övladımızı əslində idmana bilirsinizmi niyə qoyuruq? Azərbaycan bayrağını uzatmaq üçün yox. Qoyuruq ki, hərbi xidmətə gedəndə onu döyməsinlər. Üzr istəyirəm, çımı olmasın. Məhlədəki uşaqlara döyülməsin. Biz övladımızı rus dilli məktəbə ona görə qoymuruq ki, elmin sirlərinə yiyələnsinlər. Qoyuruq ki, dil bilsinlər, gələcəkdə gedib Moskvada badımcan, pomidor satıb pul qazansın. Biz övladımızı psixi problemi olanda onu psixoterapevt və ya psixoloq yanına göndərmirik. Deyirik ki, uşağa dəli adı birdən qoyarlar. Gələcəkdə heç kəs ona qız verməz. Böyüyəndə yavaş-yavaş düzələcək. Biz övladımızın səhv hərəkətlərini ört bastır edirik. Ayağının altına maşın alıb qoyuruq. Evini alırıq, cibinə pul basırıq ki, balamız korluq çəkməsin.
zəhmətə qatlaşmasını valideyn ürəyimiz götürməz. Övladımız siqaret çəkəndə, hətta içki içəndə bəzi valideynlər qürur hissi keçirir. Balam böyüyüb, yekə kişi olub, kişi tütün qoxusu verər. Övladımız həmyaşıdı ilə savaşanda heç vaxt haqlı olub olmadığı bizi maraqlandırmır. Bizi maraqlandırır ki, kişi döyülməz. Haqlı da, haqsız da olsun. Birinci yumruğu kişi vurmalıdır. Nəticədə belə ailələrin hər birindən bir qatil yetişir. Nəysə, bu həftəlik sizlərdən ayrılıram. Qabağıma qatil zat çıxmasa, inşallah ölməsəm, sağ qalsam, gələn həftə görüşmək ümidi ilə kanalımızı izləmədə olun. Hələlik.